Ya Allah, dostlar, bu günləri sizi çox səliqəli, gözəl bir ərazidə yerləşən, gözəl evdən tanış etməyə gəlmişəm. Həqiqətən super bir ərazidə yerləşir. Ünvanımız Məhəmmədlidir. Məhəmmədlinin mərkəzində yerləşir. Əsas yola, marketlərə, Araz marketə, aptekə çox yaxın ərazidə yerləşən 3 otaqlı evdən sizi tanış edirəm inşallah. 3 otaq olmağına baxmayaraq, deyərəm ki, 4 otaqlı evin kvadratıdır. 4 otaq kimi də istifadə etmək olar. Dostlar, super ərazidə yerləşir. Sənədi kupçadır. Torpağın da, evin də kupçası var. Qapının ağzına kimi asfaltı var. Bax, gördüyünüz kimi gözəl məhəllədə yerləşir. Burada, bu məhəllədə 54 minə və yaxud da 85 minə, 88 min manata və yaxud da 138 min manata da evlər var satışda. Əsas yolu sizə göstərmək istəyirəm. Özünüz görəcəksiniz ki, çox ideal bir ərazidə yerləşir. Mərkəzi kanalizasiyası da var. Gördüyünüz əsas yoldur, marşrut xətti evin tam yaxınlığından işləyir. Bir də qeyd edirəm ki, Araz marketə tam yaxın ərazidə yerləşir. Bu gördüyünüz 2 mərtəbəli evlər də satışdadır inşallah. 138 min manatdan satışa çıxır inşallah. İşıqlı məhəllə olacaq. Evlərdə tamamlanma işləri gedir. Bir də qeyd edirəm. Gördüyünüz kimi plafonlar taxılır. Yəni məhəllə gecə vaxtı gələndə məhəlləyə şəhərin mərkəzində hiss eləyəcəksiniz özünüzü. Əlaqə nömrəm səhifəmdə qeyd olunub. Fikir ciddiliyi də varsa əgər mənimlə əlaqə saxlayın. İnşallah gəlin lap ətraflı evlə tanış olun. Daxil olun evə, yəni lap ətraflı sizi tanış edeyim evdən. Bir də dostlar onu qeyd edeyim ki, gördüyünüz bu ev yerdən 10 daş, 11 daş kürsülüdür. Sadəcə məhəlləyə asfalt tökülüb deyə, yəni həyəti çox doldurublar. Həyəti doldurublar ki, uklon olsun yəni. Asfaltdan bir geçsin. Daxil oluruq evə. Gördüyünüz kimi maşallah koridor sistemi, valla mən bura koridor demərəm, bir otaq deyərəm. Mən olsam bu gördüyünüz ərazini qonaq otağı kimi istifadə edərəm. Burada da yataq otaqlarına, yəni keçid edərəm. Sağda burada evin mətbəxtidir, xanımların çox sevdiyi bir yerdir. Bu gördüyünüz də evin əslində qonaq otağı ediblər. Yəni yataq otağı kimi də istifadə etmək olar. Amma qonaq otağıdır. Burada yataq otağıdır. Kvadrat genişdir. Bu gördüyünüzdə evin ikinci yataq otağı. Yəni 3 yataq otağı etmək imkanı var burada. Hamam, ayaq yolu. Əlaqə nömrəm səhifəmdə qeyd olunub. Fikir ciddiliyi varsa mənimlə əlaqə saxlayın. Burada da evin balkonudur. Evdə bir də qeyd edirəm ki, tamamlanma işi gedir. Tam hazır vəziyyətdə alıcıya təhvil veriləcək. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Səhifəmə takip atmayı, xoş rəylər yazmağı da unutmayın. Təşəkkürlər.